Azərbaycanda neftin pulunu yuxarıdakılar yer, xalan qurban. Qazı, neftin pulu, amma haramlar olsun. Bizim üstünlüğümüz tabii ki ondadır ki təbii sərvətlərimiz var. Eyni zamanda əldə edilmiş gəlirlər ədalətli şəkildə cəmiyyətdə bölüşdürüldü. Bölünür kim bala? Sən al, nefitdən bir mat yemişəmsə bala, o mənim sağlığıma qismət eləməsin. Əgər kimsə mənim haqqıma girib, bu millətin haqqına girib, o mallar yeyirsə, onların haram xoş olsun. Gedəndə Allaha şikayət edir, and olsun Allaha. Deyəcəm ki, mən 15 ildir işləmirəm, 15 ildir. İndi mənə gətiriblər, pensiya veriblər, hələ almamışam. 280 manat pensiya. Bunun işığı var, qazı var, suyu var. Budur mən neftin pulu 280 manat hələ almamışam. Azərbaycanda neftin pulunu yuxarıdakılar yer, xalan qurban. Qazı, neftin pulu, amma haramlar olsun. Hər zaman onlara bildirin ki, haram xoşlar olsun. Gedəndə Allaha şikayət edir.